tələbəm Yalçın və ilə bu gün şəhər daxil sürmə dərsimizdəyik və həm də proqram qoşmuşuq. Proqram vasitəsilə işləyəcəyik inşallah. Deməli, Yalçın bəy, bayaq da dərsə başlayan dedim ki, ən təhlükəli vəziyyət indiki vəziyyətdir. Hansı ki, fikir versiniz, yağış zərif yağır, narın yağır. Yerin səthi artıq nəmlənib. Bir var konkret güclü yağış yağar, bir var bu. Yəni maşının sürüşmə ehtimalı daha çoxdur. Tormuz əyləcindən istifadə edərkən biz elə eləməliyik ki, öncədən yumuşaq azaltmalıyıq. Son anda saxlamalıyıq tormuzu. Bax, burada sən üstünsən, baş yolun işarəsi var, yandır, sol dönmə işarəsi, sola doğru gedəcəksən, çıxmaz olanda, qaz olanda. Ay, sağ ol. İndi sağını yandır, çıx dairədən. Yandır. Bura şəhidlər xiyabanında. Allah cəmi şəhidlərimizə rəhmət eyləsin inşallah. Amin.